Salam. Təsəvvür edin, yəni dünya şöhrətli Neymar məşq zamanı 18 yaşlı bir gənci yerə çırpır. Özdə bu gənc sabiq yığma yoldaşı Robinho'nun oğludur. Hə, mən də o xəbəri oxuyanda çox təəccübləndim. Düzmü? Oxu Az və Milli Azın yayımladığı məlumatlara görə lap üzünə də zərbə indirib. Bugünkü təhlilimizdə məhz bunu araşdıracaq. Yəni, niyə əfsanəvi bir oyuncu adi bir məşqdə belə idarəni itirir? Bilirsiniz, vəziyyəti tam anlamaq üçün gərək o gün meydandakı ab-havanı hiss edək. Çünki bu sıradan bir məşq deyildi axı. Bəs necə məşqidir? Söhbət Palmeirasla vacib maçın iştirak ərizəsinə daxil edilməyən futbolçular üçün keçirilən məşqdən gedir. Yəni meydandakı oyuncuların hamısı onsuz da ehtiyatda qaldıqları üçün gərgindilər. Aydındır. Deməli, onsuz da hamının əsəbləri tarımdır. Tamamilə. Ulduz bir idmançı üçün əsas heyətdən kənarda qalmaq, belə deyək, partlamağa hazır, qaynayan qazan deməkdir. Deməli, qığılcım üçün hər şey hazırdır. Baxın, 18 yaşlı gənc topla irəliləyir və driblinglə Neymarı aldadıb keçir. Və Neymarın reaksiyası çox sərt olur. Hə, ondan dərhal daha sakit oynamağı tələb edir. Sonra da qəfildən badalaq gəlir və zərbə endirir. Bu mənim yadıma, bilirsiniz, sıradan çıxmaqda olan lüks bir avtomobili salır. Necə yəni, lüks avtomobil? Yəni, xarici görünüş möhtəşəmdir, amma mühərrik əvvəlki deyil. Sürücü qaza basanda o köhnə gücün olmadığını hiss edir və məhz bu gizli acizlik onu dəhşətə gətirir. Sadəcə zədələnmiş egodur bu, yoxsa başqa bir şey. Çox yerində işlədilmiş analogiyadır əslində. Burada biz sadəcə fərdi əsəb partlayışı görmürük. Bu, nəsillərin toqquşmasıdır. Nəsillərin toqquşması deyəndə nəyi nəzərdə tutursunuz? Bir tərəfdə öz enerjisini, sürətini sübut etməyə çalışan gənc var. Digər tərəfdə isə bədəninin qoyduğu məhdudiyyətlərlə barışa bilməyən veteran. O, vaxtilə hamını heyran edən, o yenilməzlik aurasının yoxa çıxdığını görür. Yəni o gəncin yanından asanlıqla keçib getməsi sadəcə oyun epizodu deyil. Qətiyyən. Neymar üçün bu onun taxtının sarsılmasının, necə deyərlər, açıq bir şilləsidir. Amma bir dəqiqə, taxt niyə məhz indi belə şiddətlə sarsılır? Gəlin faktlara baxaq. 2025-ci ilin sonunda o sol dizinin meniskindən çox ağır zədə almışdı. Bəli, və mövsümü vaxtından əvvəl bitirməli olmuşdu. Bəs bu əsəb partlayışının əsas səbəbi elə bu fiziki çöküş ola bilərmi? Elədir. Özdə məsələ təkcə 2025-ci illə bitmir axı. 2026-cı ilin əvvəlində o, bud və dizaltı vətər problemləri ilə yenidən üzləşdi. Deməli, ardıcıl zədələr onu daxildən yeyir. Dəqiq. Peşəkar bir idmançının öz bədəninin ona tabe olmamasından böyük kabusu yoxdur. Onların bütün kimliyi fiziki bacarıqları üzərində qurulub. Yəni o, aylarla reabilitasiyada əziyyət çəkir, meydana qayıdır və görür ki, əvvəlki kimi çevik deyil. Sonra da 18 yaşlı bir uşaq gəlib onun artıq edə bilmədiyini asanlıqla nümayiş etdirir. Bax, adama ən çox yandıran da elə budur. Həzm edə bilmir. Çox yaxşı, amma yenə də məndə bir sual yaranır. Fiziki ağrılar və ya psixoloji sarsıntı gənc bir oyunçuya badalaq gəlib vurmağa bəraət qazandıra bilərmi? Yox, əlbəttə ki, bəraət qazandırmır. Ancaq o qəzəbin arxasındakı mexanizmi bizə aydınlaşdırır. Aydındır. Yəni, səbəbi tam başa düşürük. Bəli. Neymar o gəncin simasında əslində rəqibi yox, yavaş-yavaş itirdiyi öz gəncliyini görür. Hadisə onsuz da Neymarın üzr istəməsi ilə bağlandı. Hə. Zərər çəkən kluba şikayət edibmiş və məsələ rəsmi olaraq bitib. Amma bu sadəcə rəsmiyyətdir, elə deyil? Tamamilə. Əslində, daxildəki o psixoloji qırılma reabilitasiya otağından başlayıb və görünür hələ də davam edir. Çox maraqlıdır. Deməli, aqressiyanın mənbəyi egonun zədələnməsindən çox, o, gücdən düşmə qorxusudur. Və bu, təkcə idmana aid məsələ deyil məncə. Mütləq. Bu, bizim hər birimizin həyatında baş verə biləcək bir şeydir. Düzdür. İndi isə bunu öz həyatınızda təsəvvür edin. İstər karyerada, istərsə də gündəlik həyatda. Vaxt gələcək və enerjimiz, bacarıqlarımız əvvəlki kimi çevik olmayacaq. Bəli, bu qaçılmaz bir reallıqdır. Bəs bizim yerimizi alan yeni nəsil qarşımıza çıxdıqda reaksiyamız necə olacaq? Onlara mentorluq edib yol göstərəcəyik, yoxsa keçmiş gücümüzü itirdiyimiz üçün onlara aqressiya nümayiş etdirəcəyik? Təcrübəmizlə gəncliyi ucaltmalıyıq, yoxsa qısqanclıqla onları əzməliyik? Növbəti dəfə öz məhdudiyyətlərinizlə üzləşəndə və kimsə sizdən irəli keçəndə bu barədə düşünün.